Belarus. Avropanın şərqində yerləşən ölkənin dənizə çıxışı yoxdur. Ölkə şimal-şərqdə Rusiya Federasiyası, cənubda Ukrayna, qərbdə Polşa, şimal-qərbdə isə Litva və Latviya ilə həmsərhəddir. Paytaxtı və ən çox əhalisi olan şəhəri Minskdir. Belarusun ərazisi 207,560 kvadrat kilometrdir. Torpaqlarının böyüklüyünə görə dünyanın 86-cı böyük ölkəsidir. Belarusun əhalisi isə 10 milyona yaxındır. Dünyada əhali sayına görə isə ölkə 92-ci sıradadır. Bir Belarus insanının ortalama yaş uzunluğu 75 ildir. Burada kişilərə nisbətən qadınlar daha uzun ömürlüdür. Belarusda son illərdə doğum səviyyəsi ciddi şəkildə azalıb. Əvvəllər hər ailədə adətən 2 və ya 3 uşaq doğulurdusa, indi bu rəqəm təxminən 1 və ya 2 uşaq səviyyəsinə düşüb. Yəni, hər ailə əvvəlki nəsillər qədər çox uşaq dünyaya gətirmir. Bu azalma bir sıra səbəblərlə bağlıdır. Ölkədə insanlar daha gec ailə qurur, iqtisadi vəziyyət bəzi ailələr üçün çətinlik yaradır və gənclər də daha çox şəhərlərə köç edir. Belarusun gələcək əhalisi üçün bu ciddi problem yaradır, çünki yaşlı insanlar artır, gənclər isə azalır. Dövlət bəzi proqramlarla doğumu təşviq etməyə çalışsa da, bu nəticələr hələ də kifayət qədər güclü deyil. Belarusun rəsmi dili isə Belarus və Rus dilidir. Ölkənin pul vahidi Belarus rubludur və 1 Belarus rublu 57 Azərbaycan qəpiyinə bərabərdir. 172 milyard sərvəti ilə Belarus dünyanın ən varlı 66-cı ölkəsidir. Bu ölkədə vətəndaşlar illik ortalama 18-20 min dollar ətrafında qazanc əldə edirlər. Əhali gəlir sıralamasında Belarus dünyanın 87-ci ölkəsidir. Belarus hazırda Avropada ölüm hökmünü tətbiq edən yeganə ölkədir. Digər Avropa ölkələrində bu cəza ya tam ləğv olunub, ya da illərdir icra edilmir. Belarusda isə ölüm hökmü hələ də qanunidir və çox ağır cinayətlər üçün istifadə olunur. 1917-ci ildə Rusiyada baş vermiş inqilabdan sonra Belarus Xalq Respublikası müstəqilliyini elan etsə də, çox keçmədən ölkə Sovet Rusiyasının işğalına məruz qalır. 1922-ci ildə Sovet İttifaqının əsası qoyularkən, Belarus Sovet Sosialist Respublikası da həmin ittifaqın qurucu üzvlərindən biri olur. 1919-1921-ci illərdə baş vermiş Sovet-Polşa müharibəsi nəticəsində Belarus ərazisinin təqribən yarısı Polşa tərəfindən işğala məruz qaldı. Belarusun müasir sərhədləri isə 1939-cu ildə tam olaraq formalaşdı. İkinci Dünya müharibəsi ərzində baş tutmuş hərbi əməliyyatlar Belarusa çox böyük ziyan vurdu. Belə ki, bu müharibə nəticəsində Belarus əhalisinin təqribən 1/3 hissəsini və iqtisadi resurslarının yarısından çoxunu itirdi. Respublika müharibədən sonraki dövr ərzində tədricən inkişaf etməyə başladı. Belarus Sovet İttifaqının tərkibində olan Ukrayna ilə birlikdə 1945-ci ildə əsası qoyulan Birləşmiş Millətlər Təşkilatının qurucu üzvlərindən biri olub. Belarusda Sovet dövründən qalmış yüzlərlə yeraltı bunkerlər var. Bu bunkerlər əsasən hərbi və siyasi məqsədlər üçün tikilmişdir.
Onların çoxu şəhərlərin altında, bəziləri isə meşələrin içində və ya uzaq bölgələrdə yerləşir. Bunkerlərin məqsədi Sovet rəhbərliyini nüvə hücumlarından qorumaq və strateji qərarların təhlükəsiz şəkildə qəbul edilməsini təmin etmək idi. Bunkerlərin bir hissəsi turistlərin ziyarət edə biləcəyi səviyyədə qorunub saxlanılıb və insanlar burada Sovet dövrünün texnologiyası, keçid yolları, silah anbarları və qərargah otaqları ilə tanış ola bilirlər. Bunkerlərin əksəriyyəti hələ də gizli saxlanılır və girişi qadağandır. Ən maraqlısı isə bəzi bunkerlərin hələ də dövlət tərəfindən strateji məqsədlər üçün hazır vəziyyətdə saxlanılmasıdır. Bu yerlər haqqında açıq məlumatlar yoxdur, amma yerli əhali arasında müxtəlif hekayələr dolaşır. Bəzi mənbələr bildirir ki, təcili hallar üçün bunlardan istifadə edilə bilər. Belarusdakı bu yeraltı bunkerlər həm tarixi maraq doğurur, həm də ölkənin Sovet dövrü ilə bağlı sirli və qeyri-adi tərəfini göstərir. Sonda siz də bu ölkə haqqında bildiyiniz ən maraqlı məlumatları şərhlərdə yaza bilərsiniz. Vaxt ayırıb videonu izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olub dəstək də ola bilərsiniz. Sağ olun.